Bismillahirrahmanirrahim. Özündən razılığın məzəmmətində Əli əleyhissalam buyurmuşdur. Allah yanında səni qəmləndirən pis iş, məsələn, yalan danışıb, sonra ondan peşman olmağın, səni məğrurluq və övünməyə vadar edən yaxşılıqdan, məsələn, namaz qılmaq və ya oruç tutmaqdan daha yaxşıdır. Çünki peşmançılıq günahı aradan aparır. Amma yaxşı iş görüb məğrur olmaq həmin yaxşılığı məhv edən günahdır. Allah hər birimizdən razı olsun inşallah.